Əgər kətan toxumu qatıqla arıqladırsa, məni arıqlatsın. Neyniyəcəm? 2 boşqab xəngəli üst-üstə, bax, bir boşqabı o biri boşqabın üstünə çevirəcəm. Boşqabla bərabər xəngəli yeyəcəm. Üstündən 3 dənə lülə kabab yeyəcəm. Üstündən hələ bir 4-5 qaşıq stalikli salat yeyəcəm. Hələ ürəyim də doymayacaqdır. Baxım görüm orada kiminsə də artıqları qalıbsa, sümükləri ilə bərabər onu da yeyəcəm. Üstündən də kətan toxumunu qatıq yeyəcəm və yatacam. Əgər həmin o kətan toxumu ilə qatıq məni arıqladırsa, mən deyəcəm ki, kətan toxumu ilə qatıq arıqladır. Ancaq mən kətan toxumunu gecə acından ölə-ölə, bax, belə timsah göz yaşları tökə-tökə, qardım mənlə danışa-danışa, onu bax belə iyrənə-iyrənə yeyib yatıramsa da, bax, o hal məni arıqladır. Bəs da kətan toxumu, nə bilim, o, bu. Siz onu hansı formada, necə istifadə etdiyinizdən hər şey asılıdır.